Bəli əziz dostlar, bugün 07-nin spakateli qırıldı. Gedirəm Salmanın yanına düzəltməyə. İlk öncə gəldim maşın bazarına, starterimdə atkaz eləmişdi. Bir dənə bıstırxot starter aldım. Üst krişkanın prokladkasını aldım, spakatel aldım. Bu starterə malış starter də deyirlər, bilmirəm. Bıstırxot da deyirlər, hələ bir cürə deyil. Gəldim sonra Salmanın yanına, Salman burada starteri sökür. Üst krişkanı söktü, çıxartdı qırıq olan spakateli. Spakatel radiator tərəfdə olur. Burada sepin yanına, sep başmaq da deyirlər deyəsən ona. Orada EB2 sepi tutur, saxlayır o. İndi də o qırılmışdı deyənə bütün motorun yağını da vurmuşdu, motorxana yağımsın. Salman stateri söktükcə, məndəki stater köhnələrdən idi. Yekə staterlər var ya, bundan, yekələrdən, köhnələrdən. Mən balaca stater aldım, malış stater də deyirlər, bıstırxot da. Zamaku vurursan tapanca kimi götürür maşın. İndiki bütün vazın zaptasları da keyfiyyətsizdir. Buna var, dəmirdən qopub burada. Maşın düzəlib qutarıca, buradan da gedirəm Sumqayıta. Gələn vlogda görüşənədək. Sağ olun.